Hər kəsə salam, kanalımıza xoş gəlmisiniz. Videoya başlamamışdan əvvəl sizdən xahiş etmək istəyirəm, abunə olun. Bugün həqiqətən çox asan blinçik resepti ilə gəlmişik. Bu reseptdə tərəziyə ehtiyac yoxdur. İstifadə olunan məhsulların miqdarı videonun altında sizin üçün yerləşdirəcəm. Bu resept üçün bizə lazım olacaq 1 stəkan süd, 1 stəkan un, 1 stəkan da qaynar su, 3 yumurta, vanil tozu, 2 qaşıq duru yağ, 1 xörək qaşığı şəkər, yarım çay qaşığı duz. Şəkər və duzu yumurtalarımıza əlavə edirik. Vanili də və qarışdırırıq. Hər iki südün yarısını əlavə edirik qaba. Ərzaqlar hamısı otaq temperaturunda olmalıdır. Sonra da ki, yavaş-yavaş unu qatırıq və qarışdırırıq. Topaqlar yox olana qədər qarışdırırıq. İndi isə qalıq südü də əlavə edirik və yenə də yaxşıca qarışdırırıq. Təzəcə qaynamış çaynikdən qaynar-qaynar 1 stəkan su xəmirimizə qarışdıra-qarışdıra əlavə edirik. Və sonunda yağ əlavə edirik. Vəssalam, xəmirimiz hazırdır. İndi 10-15 dəqiqə otaq temperaturunda qalmalıdır. Tavanı yaxşıca qızdırmışıq. Salfetkaya yağ tətbiq edib üstünü sürtürük. Blinçiklərin alınmamasının səbəblərindən biri tavanı yaxşı qızdırmamasıdır. Əvvəl yüksək atəşdə qızdırıb, sonra isə atəşi azaldıb bişirməyə başlamaq lazımdır. Blinçiklər tavaya yapışmasın deyə şəkəri çox əlavə eləmək olmaz. Biz bu blinçikləri iki tərəfli qızardırıq. Çünki balla, smetana, cemlə yeməyi planlaşdırırıq. Əgər siz ətli blinçik hazırlayacaqsınızsa, bir tərəfi yaxşıca qızardırsınız, o biri tərəfi isə yüngülvari. Tavada blinçiklərin cırılmasından səbəblərindən biri də xəmirin çox çalınmasıdır. Gördünüz ki, düyümlər açılıb, daha qarışdırmaq ehtiyac yoxdur. Hal-hazırda biz blinçikləri orta atəşdə qızardırıq. O qədər dadlı alındı ki, hətta mən burada 2 dəfə oğurluq da elədim. Ümumi bizdə 17 dənə blinçik alındı. Biz ailədə 2 nəfər olduğumuza görə bizə bu qədər kifayətdir. Əgər sizin ailəniz böyükdürsə və yaxud misal üçün blinçik tort hazırlamaq istəyirsinizsə, biz göstərdiyi ərzaq miqdarı 2-yə və yaxud 3-ə vura bilərsiniz. Həm də ki, bir məqam az qala yadımızdan çıxsın. Xəmiri tavaya yayarkən çalışın tavanı çox yuxarı qaldırmayın. Atəşdən uzaq olduğu kimi tava soyuyur. Biz bayaq sizə dediyi qaydalara hamısına riayət eləsəz, alınmamaq qeyri-mümkündür. Çox asan reseptdə, həm də ki, mükəmməl dada malik blinçiklər alınır. Kim bizim videomuzu izləyib, hazırlayıb mütləq öz fikrinizi rey bölməsində yazın. Necə alındı? Bu da bizim qızlar nəticəmiz. Nazik, yumşaq, qıraqları tül kimi. Nəticə göz qabağında heç tərifləməyə ehtiyac yoxdur. Bugünlük isə bu qədər. Videonu bəyənmisinizsə mütləq rey bölməsində öz fikrinizi yazmağı unutmayın. Bizə abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun.